Əvvəllər qəbul imtahanları ilə buraxılış imtahanları tamam fərqli bir sistem idi və bir-birinə inteqrasiyalı deyildi. Bu sistemə keçiləndən sonra nə dərəcə sizcə özünü doğruldur və ümumiyyətlə nə dərəcədə maraqlıdır ki, və nəyə görə sizdə bu sistemə keçirildi? Bu da mənim üçün çox maraqlı qalan bir məsələdir. Bunun əsas səbəbi ondan ibarətdir ki, 2009-cu ildə bizim ümumi təhsil müəssisələrimizdə, yəni məktəblərdə yeni kurikulum tətbiq olunmaya başladı və həmin o şagirdlər 2019-cu ildə məzun oldular. 2017-ci ildə 9-cu sinifi bitirdilər və biz yeni qiymətləndirmə sisteminə keçdik. 2019-cu ildən isə 11-ci sinifdə təhsil alanların qiymətləndirilməsi yeni mexanizm vasitəsilə həyata keçirilməyə başladı. Burada isə əsas səbəb ondan ibarətdir ki, yeni sistemdə sizdən artıq hansısa biliklər deyil, eyni zamanda bacarıqlar da tətbiq olunur, bacarıqların yoxlanılması da istənilir və bu da açıq tipli tapşırıqlar vasitəsilə həyata keçirilir. Yazılı cavab tələb edən birisi ki, tapşırıqlara şagirdlər cavab verirlər imtahanlarda. Bu sistemi 2019-cu ildən keçmişik və burada bəzən cəmiyyətdə də müzakirə olunur. Görürsünüz, insanlar deyirlər ki, test sistemi insanları əzbərçiliyə meyilləndirir və s. məsələlər var. Ancaq tapşırıqların 24-ü, 85 tapşırığın 24-ü yazılı cavab tələb edən tapşırıqdır. Hansısa bir seçim imkanı burada sənə verilmir. Klasik test variantlarında A, B, C, D, E variantları olur. Amma yazılı cavab tələb edən açıq tipli tapşırıqlarda sizə hansısa bir variant təklif olunmur. Burada da əsas məqsəd odur ki, biz imtahan iştirakçılarının bacarıqlarını daha dəqiq formada yoxlayaq. Doğrudan da onlar hansısa bir məsələni həll edərkən hansı üsullardan keçirlər, hansı üsulları tətbiq edirlər, onların yaradıcılıq qabiliyyətləri necədir, onların məntiqi təfəkkürü necə inkişaf edibdir, analiz etmə qabiliyyəti necə olubdur. Bax, ona görə də 2019-cu ildən etibarən bu sistem, hazırki tətbiq olunan sistem istifadə olunur və nəticələr də yaxşıdır. Əslində, yazılı cavab tələb edən tapşırıqların biz cavablandırma faizinə baxsaq, 2019-cu ildə onlar daha aşağı idi. Çünki bu yeni model test tapşırıqları idi. Bir qədər sanki alışmamışdı imtahan iştirakçıları. Ancaq indi biz baxanda görürük ki, ildən ilə artıq həmin o tapşırıqlar üzrə də cavablandırma faizi daha da artır və beləliklə biz imtahan iştirakçılarının o biliklərini daha dəqiq formada yoxlaya bilirik. Bu imtahanlardan o keçib-keçməmək məsələsinə də siz toxundunuz ki, kimsə kəsilir imtahanlardan. Ancaq bir məsələni mən valideynlərin, eyni zamanda abituriyentlərin diqqətinə çatdırmaq istəyirəm ki, istər yekun attestasiya imtahanı kimi, yəni buraxılış imtahanı kimi neçə bal toplamısınızsa, həmin o bal attestata yazılır. 100 ballıq şkaladır da hərfən üzrə. 50 bal toplamısınızsa 50 yazılır, 20 toplamısınızsa 20 yazılır, 100 toplamısınızsa 100 yazılır. Yəni burada hansısa, deyək ki, sizin 10-cu sinifə keçməyiniz üçün bir bal məhdudiyyəti yoxdur ki, daha doğrusu məktəbi qurtarmaq üçün də 9-larda indi 10-cu sinifə keçmə məsələsi var. Yəni tam orta təhsil haqqında sənəd alırsınız. Və qəbul imtahanlarında, hansı ki, dünəndən etibarən onun ikinci mərhələsində iştirak etmək üçün qeydiyyata start verildi. Burada da hansısa məhdudiyyət yoxdur. 300 baldan kimsə ola bilsin toplayıbdır 150 bal, kimsə 200 bal, kimsə 50 bal toplayıbdır. Yəni hər hansı bir məhdudiyyət yoxdur ballar üzrə. Və mən dəvət edirəm ki, xatırladıram daha doğrusu indi kimsə ola bilsin ki, ali təhsil müəssisəsinə qəbul olmaq istəyir. Onlar may ayının 1-nə qədər qeydiyyatdan keçsinlər və öz ixtisas qruplarını seçsinlər.